Futbol kartlarından istənilən yeni sezondan davam edirəm. Yeni sezon çox maraqlı bir sezondur. Düzdür, yeni sezonun artıq iyul bölümlərini çəkmişəm. Bu da avqustun ilk günündə yayınlanacaq. Bax bu video. Mbappe. Hal-hazırda iyun ayıdır. Lewandowski. Baxın, arxası belə kartlardandır. Qumar versiyasında hazırlanıb. Təbii ki də mən belə kartların heç kimə məsləhət bilmirəm. Yəni qumar kartlarının indi futbol kartı deyə maraq üçün yığa bilərsiniz. Emin Mahmudov, Mahir Emreli, Kerim Benzema, Lewandowski. Məsələn, mənim maraqlı gələn bir şeydir ki, Benzema'nın yaxşı Hilal'da, yox, harada oynayırdı o? Hər nəysə də dörtlü Salah Səudiyyə Ərəbistan klublarında yəni oynayır da, yəni ən güclü, yəni hal-hazırda odur. Hətta Ronaldo'nu neçə dəfə qabaqlayıb mı deyim, neçə dəfə qol atıb mı, bax belə bir şeyləri var. Sadəcə olaraq maraqlısı budur ki, niyə? Baxın, üçü belə, biri də belə. Niyə? Hamısı iyi kartı bu arada. Niyə onu Fransa millisinə çağırmırlar? Kerim Benzema'nın əfsanəvi, yəni bir şeyləri var. Oyun taktikası. Lewandowski'lər fərqli kartlardan siz görə bilərsiniz. Bunu göstərdik, hə? Belə kartlarımız var. İkisi də 50 kalandı. Maraqlısı budur, həqiqətən də. Niyə çağırmırlar? Chilwell, Jack Grealish, Euro. Scott Carson. Harada oynayır? Manchester City. Abi Manchester. Bu da top 100'ün kartlarıdır. Yəni bir Ronald Araujo top 100'ün eyni seriyasından olan kartı. Barcelona. Oliver Giroud. O kartda səhv etmirəmsə Frankfurt Avroliqanın oyunundan çəkilib. Tək bir dənə burada Filip Koskin görürük. 2000 səhv etmirəmsə bunlar neçənci ilin kartlarıdır. Bax onu deyə bilmərəm də sizə. Çünki o kartlardan mən heç vaxt təbii o futbola təzə başlamışam baxmağa. Dünya Kupası kartlarından gedirəm. Memphis Depay, eyni zamanda Vinicius Junior. Bax bunlar çox həqiqətən önəmli mənim üçün kartlardır. Virgil van Dijk, Kerem Aktürkoğlu. Artıq videomuzun 3-cü dəqiqəsinə daxil oluruq. Pulisic, Ramil Şeydayev, Mateo Kovacic, Mario Mandzukic, Neuer, Benzema, Şeydayev, Declan Rice. Bunlar hamısı bu arada öz kartlarım deyil, dostlarım verdi. Yorulmadı. Sterling, Virgil van Dijk, Thiago Silva. Abi nə qədər geri oyunumda davamsızıq ki. Dünya Kupası kartlarıyla davam eləmək istəyirəm. Dünya Kupasının özəl birinci seriyası ilə. Bəli, birinci seriyası ilə biraz davam edeyim. Bir topa əlimə oradan alım. Gidək də. Nə göstərək? Ah, bu qədər kart. Getdik. Aguilera, De Bruyne, Mendy, Di Maria, Jimenez, Gvarbert, Christian Eriksen, Ter Stegen, Joshua Kimmich, Kasper. Kimdir o? Hernandez, Osman Dembele. Yeniden devam edək. Dostlu bir qarışıq kart seriyası ilə. Bu kimdir? Davi, Grealish, Eden Hazard. Bu qaşı tanımıram. Tanıyanlar varsa mənə deyərsiniz. Davam edək. Bir kart daha götürək əlimizə və bundan da növbəti videomuzu kesin alacağım. Manuel Neuer və İlkay Gündoğan.